Salam, hər vaxtınız xeyir olsun. Mən Arifə Mahmudova. Bugün sizlərlə Kaspi test toplusundan bir sınağın izahına baxacağıq. Mövzu sınaq imtahanı 30. Vaxt itirmədən testlərimizə keçid alaq. Nəzərinizə çatdırmaq istəyirəm ki, qruplarımızda, yeni yaranan qruplarımızda iştirak eləmək istəyirsinizsə, zəhmət olmasa nömrələrimizlə WhatsApp üzərindən əlaqə saxlaya bilərsiniz, yaza bilərsiniz və eyni zamanda sosial şəbəkələrdən də bizi izləməyi unutmayın. Hansı qoşu samitli sözün tələffüzündə fərq var? Kömbə sözü məndən fərq olanı istəyir. Kömbə sözü necə yazılır, o qaydada da deyilir. Xətsiz sözü necə yazılır, o qaydada da deyilir. Milli sözü necə yazılır, o qaydada da deyilir. Müdrik sözü, baxın necə deyək, müdrik deyə bilmərik ki, necə yazılır, o qaydada da deyilir. Cavab olacaq Y variantı. Nitq yazılır, nitq yazılır, amma mən demirəm ki, nitq. Nitq deyirəm. K üstü ştrixa keçir Q tələffüz zamanı. Ona görə də cavabınız olacaq Y variantı. İkinci testə keçid alaq. İkinci testdə deyir ki, təmiz sözü hansı birləşmədən məcazi mənadadır? Təmiz küçə, küçə həqiqətən də baxıram gözümdən ki, təmizdir. Təmiz paltar, baxıram ki, paltarım təmizdir, yoxsa çirklidir. Təmiz ürək. Bunu saxlayıram. Təmiz su. Suya baxıram, görüm təmizdir, yoxsa yox. Hətta bunu yoxlayanlar belə var. Təmiz boşqab. Boşqabımıza baxırıq, görək təmizdir, yoxsa yox. Ona görə də bu da getdi. Yəni var olan, real bir şeydir. Amma təmiz ürək deyiləndə cavabımız elə olacaq C variantı. Yəni ürəyimizi açıb onun təmiz yoxsa çirkli olduğunu görə bilmirik. Cavab ona görə də C variantıdır. Üçüncü testə baxaq. Deyir ki, eyni köklü sözlər cərgəsini müəyyən eləyin. Sözün eyni köklü olması üçün yadınızda qalsın ki, o mütləq düzəltmə olmalıdır. Yəni tərkibində leksik şəkilçi olmalıdır. Bəzən elə olur ki, 2 dənə kök olur sözdə, bir dənə leksik şəkilçi. Elə bilirlər ki, bu söz düzəltmə sözdür. Xeyr, bu söz, bu versiyada bu sxemə uyğun olan sözlər mürəkkəb sxemdir. Yəni bu sözlər mürəkkəb sözlər sxemidir. Ona görə də belə bir sxem görəndə çıxır. İndi təhlil eləyək. Sirli, əla, sirdaş, əla, amma sirdən sirab yaranmır ki, sirab sözün özüdür, köküdür. Ona görə bu sadə söz sayılır. A variantı çıxdı buna görə də. Böldük sözünə baxıram. Bölmək sözün köküdür. Nə etdik? Böldükdür. Zaman şəkilçisi Q-da şəxs sonluğudur. Biz böldük. Yəni kök və 2 qrammatik şəkilçidən ibarətdir. Bu da sadə sayılacaq. Ona görə B variantımız da çıxdı. Dağda sözü, dağlar sözü, dağın sözü hər biri, məsələn, larcam şəkilçisi qrammatik şəkilçidir. Sadə sözdür. Dağ sözün köküdür. Dağ yerli yal şəkilçisi qrammatik şəkilçidir və bu söz də sadə söz sayılır. Dağın mənsubiyyət şəkilçisi sayıla bilər, yenə də qrammatikdir. Dağın, məsələn, yüksək, dağın zirvəsi. Bu zamanda dağın sözündə yəlik hal şəkilçisi kimi düşünülsə də, yenə də qrammatik şəkilçi olmuş olacaq və sadə sayılacaq. Ona görə də C variantı da getdi. Yəni bu variantı da biz sildik. D variantına baxaq görək. D variantında qırmaqdan qırğın yaranıb, qırmaqdan qırıcı yaranıb, qırmaqdan qırıntı yaranıb. Deməli, hər birində sözün kökü qırmaq feilidir və hər birində leksik şəkilçi var. Və kökləri də eyni mənadadır. Deməli, cavabınız olacaq D variantı. Y-yə baxıram. Toxmaq sözü. Axı, bu sadə sözdür. Və yaxud da toxum sözü. Toxdan toxum yaranmaz ki. Ona görə bunlar sadə sözdür. Y variantı da getdi. Dördüncü testə baxırıq. Hansı bənddəki sözləri defislə yazılan mürəkkəb sözlərə çevirmək olar? Çevirmək mümkündür. Yarım ada bunu çevirmək mümkün deyil. Amma qayda qanun sözünü bir var qayda, qanun. Bu versiyada vergüllə yaza bilərsiniz. Bir də var qayda qanun. Deyirəm, onların qayda qanunu var ki, qayda qanun var. Qayda qanun bu versiyada mürəkkəb sözə çevrilə bilər. Qənaət, bəxş deyə bilmərik. Hər tərəfli deyə bilmərik. Dəvə, dabanı deyə bilmərik. Bunlar bitişik yazılır. Hər tərəfli. Əgər sözlər bir vurğu altında deyilirsə, o zaman onlar bitişik yazılır. Qənaət bəxş sözü də eynən o qaydada. Digəri də eynən o qaydada. Ona görə bunları da çıxırıq. Cavabınız oldu B variantı. Keçid alaq digər testimizə, 5-ci testdə. Hansı sözə lıq, lik, luk, lük şəkilçisi artırılanda onun şəklini çəkmək olar?
Şəklini çəkmək olar deyirsə, deməli konkret sözü bizdən istəyir də, elə deyilmi? Konkret ismi. Yaxşı sözü isim deyil, sifətdir birinci növbədə və bunun şəklini necə çəkim? Yaxşılıq sözü belə olsa, yəni bu isim olsa da yaxşılıq sözünü hərə bir cür başa düşür. Müəllimlik sözünü, müəllim olsaydı şəklini çəkərdim. Amma müəllimlik sözü mücərrəddir axı. Peşə, sənət mənası bildirən sözlər, məsələn, müəllimlik, həkimlik, bu sözlər mücərrəd anlayış bildirir. Amma müəllim, həkim şəxs olduğuna görə bunlar konkretdir. Birlik sözü, bu da konkret olmayacaq. Tarixşünaslıq, bu da konkret deyil. Amma dərslik deyərkən nədən söhbət gedir? Kitabdan söhbət gedir də. Hamı bir kitab səhifəsi şəklini çəkəcək. Burada yazılar çəkəcək, elə deyilmi? Hamı eyni şeyi başa düşdü. Ona görə də cavab olacaq A variantı. Nəyin şəklini çəkə bilirsinizsə konkretdir, şəklini çəkə bilmirsinizsə mücərrəddir. 6-cı testə baxırıq. Sillogizmə əsasən nöqtələrin yerinə uyğun fikri müəyyən eləyin. Sillogizmdə baxın, burada 2 dənə hökm var. Sırf 2 dənə hökmə baxacaqsınız. Həmişə deyirəm, ola bilər. Digər variantlarınızın hər biri düzgün olsun. Oxuyursunuz ki, A da düzdür, B də, C də, D də, Y də. Axı bunlar düzgün fikirlərdir. Amma mənə əsas nə lazımdır? Bu 2 dənə hökmü üst-üstə qoyanda görən of versiya alınırmı? O variant alınırmı? Məsələn, birinci hökmdə deyilir ki, lar-lər ismin cəm şəkilçisidir. Əla, belə bir fikir verildi. Doğrudan da lar-lər qrammatik şəkilçidir, cəm şəkilçisidir. İkinci hökmdə deyir ki, əhali ismi cəmlənmir. Əla, deməli burada nə nəticəyə gəldik? Deməli, cəmlənməyən isimlər də var da dilimizdə. Lar-lər ismin cəm şəkilçisidir, əhali ismi də cəmlənmir. Deməli, elə sözlər, elə isimlər var ki, bunlar cəmlənməyə bilər. Cavabımız oldu Y variantı. Məsələn, A variantı düzdür, əhali toplu isimdir, bəli. Amma bunun mənim bu 2 dənə hökmümlə əlaqəsi olmadığı üçün bunu çıxıram. Lar-lər 2 cür yazılan şəkilçidir, bu da doğrudur, lar və lər. Amma bunun nə dəxli var axı mənim bu 2 dənə hökmümlə? Mənə sırf bura lazımdır. Lar-lər qrammatik şəkilçidir, düzdür, qrammatikdir. Amma burayla aidiyyatı yoxdur deyə C-ni çıxıram. Bunu da çıxıram. Cavab elə qaldı Y variantı. 7-də deyir, biri toplu isimdir. Gəlin baxaq. Toplu isim deyiləndə bir şeyin çoxluğu nəzərdə tutulur orada. Məsələn, salxım deyəndə ancaq üzüm deyil, onun çöpləri var, onun yarpaqları var. Güllük deyəndə sırf gül olan ərazi deyil də, gülün kökü var və torpaq var orada və s. çoxluq oldu. Meşə deyiləndə eyni zamanda burada da torpaq var, quş var, yerdə göbələklər var, ağaclar var, heyvanlar var və s. Minlərlə deyəndə bu sadəcə olaraq saydır. Burada çoxlu, toplu olan nə oldu ki? Heç nə. Amma briqada həqiqətən də toplu isimlərimizdən biridir. Cavab olacaq. Ona görə də Y variantı. Yəni, briqada deyəndə biz bilirik ki, hər hansısa bir briqada, məsələn, ola bilər ki, əskər mənasında briqada olsun. Yəni, ümumiyyətlə istənilən məqamda bu əskəri birlik versiyasındadır. Ola bilər orada komandir də olsun, nə bilim, general da olsun, mayor da olsun və s. Yəni, bildiyiniz bu mənadadır. 8-ci testə baxırıq. Cümlələrdən biri yiyəlik halda olan isimlə başlamayıb. Baxın, bəzən bu versiyalı testlər görəndə bir çoxları yiyəlik halı gördü, o dəqiqə yiyəlik hal deyil daha doğrusu. Bunu görürsə o dəqiqə götürür. Amma sizin 2 dənə şərtiniz var. Yiyəlik halda və isimlə olmasın. Musiqi alətini, bu qeyri-müəyyənliyi bildirən yiyəlik haldadır. Yəni, musiqinin alətini. Ona görə A variantı çıxdı. Sazın çanağı, sazın sözündəki ın burada yiyəlik halda olan isimdir. Bu çıxdı. C-ni saxlayaq. Muğam və saz söz sənəti. Muğamın və saz sözün sənəti deməkdir bu. Ona görə də bunu da çıxırıq. Aşığın əcdadları ozanlar olmuşdu. Burada müəyyənliyi bildirən yiyəlik halda. Ona görə Y-də çıxdı. Cavabınız oldu C variantı. İgidlər məskəni Çənlibel həm də sazın sözün məskəni idi. İgidlərin məskəni desək də bu söz qeyri-müəyyənliyi bildirən yiyəlik halda olsa belə bu söz isim deyil axı. Burada substantivləşmə baş verib. Sifətin isimləşməsi baş verib. Baxın, igid burada bir xana açıb yaza bilərəm. İgid əskərlərin tutaq ki.
Gördünüz, buradakı in şəkilçisini bura qeyri-müəyyən versiyada qoyublar. İgidlərin məskəni, yəni igid əskərlərin məskəni olacaqdı bu. İndi igid əskərlərin deyəndə igid sözünə sual verək. Kimin? Əskərlərin, hansı əskərlərin? İgid əskərlərin. Gördüyünüz kimi xalis sifətdir bu söz. Ona görə də cavabınız olacaq C variantı. 9-cu testə baxırıq. Verilmiş cümlədə ismin hansı halında olan söz yoxdur deyir bizdən. Bulaq başında, yəni bulağın başında. Bulaq sözü qeyri-müəyyənlik bildirən yəli haldadır. Ona görə B variantı çıxdı. Bulağın başı, onun başı, öz başı, I mənsubiyyətdir, N bitişdiricidir. Da isə yerli kal şəkilçisidir. Deməli, D variantı da çıxdı. Açdıq nəyi? Nəyi sualına cavab nədir? Süfrəni. Deməli, qeyri-müəyyənlik bildirən təsirli kalda var. C variantı da çıxdı. Təbiətin, yəli kal, gözəlliyindən, gözəl sözün köküdür, gözəllik, onun gözəlliyi, öz gözəlliyi, təbiətin gözəlliyi, I mənsubiyyətdir, N bitişdiricidir, dən isə çıxışlı xal şəkilçisidir. Y də çıxdı, cavab avtomatik oldu A variantı. Adlıq və yönlük yoxdur. 9-cu testə baxaq. Ay, bura niyə belə qalıb? Buranı silək. Aha. 10-cu testə baxırıq ki, o 9 idi. Aha, ona baxırıq ki, Venn diaqramına aid uyğunluğu müəyyən edin. İsmin mənsubiyyət şəkilçisinin altından olan, sırf ona aid olan olmalıdır, uyğunluq istəyir çünki. Ortaq olan hər ikisinə aid olan olmalıdır. İsmin şəxs şəkilçisinin altından yazılansa ona aid olan olmalıdır. Əşyanın hansı şəxsə aid olduğunu bildirir, hansı şəxsə mənsub olduğunu bildirir. Düzdür də, bu mənsubiyyət şəkilçisinə aiddir. Biri götürməliyik. Ona görə A ilə D çıxır. Çünki burada bir yoxdur. İsmin şəxs şəkilçiləri ismi cümlədə xəbər eləyir. Bəli, deyirəm, məsələn, kitabdır. Cümlədə xəbər oldu da bu. Kitab sözün köküdür, şəxs sonluğudur. 5 də doğrudur. Ona görə Y variantı da çıxır. Çünki burada 5 yoxdur. 3 ilə 4-ə baxaraq cavabı müəyyən eləyə bilərik. Deyilişi ilə yazılışı deyir, fərqlənir. Mənsubiyyət şəkilçilərindən hansının deyilişi ilə yazılışı fərqlənə bilər? Mənim kitabım, sənin kitabın, onun kitabı, bizim kitabımız, sizin kitabınız, onların kitabları. Burada heç nə yoxdur axı. Ona görə də 3'ü çıxırsınız. C variantı da çıxdı. Cavab olacaq B variantı. 1, 4 və 5. Digər nitq hissələrinə də artırıla bilir. Bəli, çünki deyirəm ki, gəncdir. Gənc sözü sifətdir və dir şəxs xəbərli şəkilçisidir, ona artırıldı. Və yaxud da mənim igidlərim deyirəmsə, igid sözün köküdür, onu da yazaq. Lər cəm şəkilçisidir. Mənim igidlərim, öz igidlərim imi isə mənsubiyyət şəkilçisi olmuş olacaq. Deməli, 1, 4 və 5. 11-ci testə baxırıq. Eyni köklü sözləri deyir, göstərim. Bayaq dedim ki, sözün eyni köklü olması üçün o söz düzəltmə olmalıdır. Yəni, leksik şəkilçili söz olmalıdır. Döymək, nə etmək? Döymək. Sözün kökü döydü. Mək də məstər şəkilçisidir və qrammatikdir. Deməli, biri harda görürəmsə çıxıram. Çünki bu söz sadədir. Məndənsə eyni köklüləri istəyir. Döyüş, döyməkdən döyüş yaranır. Kimisə döyürəm, ondan döyüşürəm. Döymüşdür, nə etmişdir, döymüşdür. Bunlar qrammatik şəkilçilərdir. 3'ü də çıxıram. Döyənək, döyməkdən döyənək yaranıb. Döydürmək, dır, dir, durdurdan sonra maq qoşanda uyğunluq yaranırsa, o dır, dir, durdur leksik şəkilçidir. Yox, yaranmırsa qrammatikdir. Deməli, burada da cavabınız olacaq 2, 4 və 5 D variantı. 12-ci testə baxırıq. Ümumi qrammatik mənasına görə biri digərlərindən fərqlənir. Ümumi qrammatik məna nitq hissəsi baxımından deməkdir. İndi gəlin baxaq. Sənətkar, səbəbkar, şəxs anlayışları çoxdur. Elə bilin ki, adamın özüdür. Yeriş, nə yeriş? Çəki, nə çəki? Amma nəğməkar, necə? Nəğməkar. Bu söz sifətdir. Cavab ona görə də A-dır. Nəğməkar şair. Necə? Nəğməkar. Digərləri isə isim idi. Hansı cümlədə sifət isimləşib? Bəziləri elə bilir ki, burada isimləşib deyilirsə, çönüb isim olur o nitq hissəsi olaraq. Xeyr, yenə də nədirsə olaraq qalır. Sifətdirsə sifət olaraq qalır. Sadəcə olaraq ismə deyir ki, mənə kömək elə, mənə bir əlivi ver, kömək elə. İsim də ona əlini verəndə nə edəcək? Ya mənsubiyyətini verəcək, ya hallanmasını verəcək, ya şəxs xəbərli şəkilçisini verəcək, ya cəmlənməsini verəcək. Bunları verəcək də ismin nəyi var ki başqa?
Sifət isimləşib deyərkən, yəni bunlardan birini qəbul eləməlidir. İndi baxırıq. Hüseyn məktəbə getmir, hələ çox kiçikdir. Kiçikdir. Necədir? Kiçikdir. Burada sifət xalis öz sualına cavab verib. İsmə məxsus heç bir suala cavab verməyib. Qohumlardan, dostlardan kimi gördüm. Burada ümumiyyətlə heç nə görmədim. Mərdlərə körpə oldum, namərd də keçdi məndən. İndi fikir verin. Namərd kim? Namərd. Namərd sözü özlüyündə sifətdir. Amma kim sualına cavab verdi burada? Mərdlərə körpə oldum. Mərd sözü özlüyündə sifətdir. Mərd insanlara, yəni kimlərə? İnsanlara. Oradakı ları ixtisar eləyib qoyublar mərdin təpəsindən. İndi deməli mərdlərə. İndi sual veririk kimə? Mərdlərə. Deməli ismə məxsus cəm və yönlü yal şəkilçisini qəbul eləyib. Cavabınız elə olacaq. C variantı. D-də gözəllik 10-dur, 9-u dondur. Gözəl olsaydı bu söz sifət olardı. Amma gözəllik olub, isim olub. Lik leksik şəkilçidir. Yəni bu söz heç sifət deyil ki, ismə məxsus nəyisə qəbul eləsin. İsimdir. Bu sərin su necə? Sərin. Bircə dəqiqə. Aha. Bu sərin su necə? Sərin. Bu xalis sifətin öz sualına cavab verib. Digərlərində yoxdur. Ona görə bunları da çıxırıq. Cavabınız oldu. C variantı. İndi digərlərinə baxırıq. 15-ci test, 14-cü testdə tünd sözü hansı sifətə artırılıb çoxaltma dərəcəsi yaratmaq olmaz? Hansı sifətə artırsaq çoxaltma dərəcəsi yaranmaz? Tünd qırmızı olur, tünd qara olur, tünd yaşıl olur, tünd sağ, amma tünd ağ olmur axı. Ona görə də cavab olacaq D variantı. 15-ci testə baxırıq. Uyğunluğu müəyyən eləyin. Adi dərəcə, çoxaltma dərəcəsi, azaltma dərəcəsi. Bunların hərəsinin öz əlamətləri var, bildiyiniz kimi. İndi baxaq. Dost doğma deyirəm. Dost doğma. Doğma sözü sifətdir. M-P-R-sı vasitəsilə yaranan, çoxaltma dərəcəsini yaradan ünsürlər var dilimizdə. Bu necə olur? Doğma sözü sifətdir. Bunun ilk hecasını qabağa keçirdib, M-P-R-sıdan nə uyğundursa burada ortaya qoyurlar və bu olur çoxaltma dərəcəsi. Həqiqətən də sifəti, doğmanı biraz da çoxaltdı, oldu dost doğma. Ona görə də burada 3-ə, baxaq görək, daha doğrusu 2-yə A olmalıdır. Çünki çoxaltmaya A olmalıdır. 2-də harada A yoxdursa çıxıram. B-də yoxdur, D-də yoxdur, Y-də yoxdur. Cavab ya A-dır ya da C-dir. B-də deyir, ala, bula. Ala, bula adi dərəcədədir. Bula nə? Bulamaq. Ümumiyyətlə, bu belə deyək də sifətə aid deyil axı. Ona görə də 1-ə B. C-də deyir, dəli, sov. Sov şəkilçidir və sifətin azaltma dərəcəsini yaradır. Dəli sov, yəni tam dəli deyil, azaltmanı yaradır. 3-ə C-yə uyğun olmalıdır, hər ikisində 3-ə C-dir. Kəm hövsələ. Kəm hövsələ nə deməkdir? Hövsələ nə? Hövsələ ismi artırılıb. Və ismin də dərəcəsi olmadığına görə bu söz özü-özlüyündə bütövlükdə sifətdir. Necə kəm hövsələ? Bu da adi dərəcədədir ona görə. 1-ə B, D, 2-yə A, Y-yə də baxaq, doğmaca. C ədatı vasitəsilə yaranıb. Aha. Deməli, bu Y-dir. 1-ə B-dir, 2-yə A, Y, 3-ə də C uyğun olacaq. Ona görə də cavab oldu A variantı. 16-cı testə baxırıq. Miqdar sayları, sıra sayları. Uyğunluğu istəyir, müəyyən eləyin. Venn diaqramına görə 1 yazılan sırf belə deyək də miqdara aid olmalıdır. Miqdar saylarına 3 yazılan sıra saylarına 2 yazılansa hər ikisinə aid olan olmalıdır. A variantı əşyaya aid olur. Hər ikisinə aid olmalıdır. Çünki miqdar sayda saydı, sıra sayda saydı. Sayda əşyaya aid olur. Yəni ismə aid olur. Deməli 2-də A olmalıdır. Hansında ki 2-də A deyil, çıxıram. A variantına çıxdım, B variantına çıxdım. D variantına çıxdım. Cavab ya C-dir ya da Y-dir. Sadə düzəltmə mürəkkəb olur. Sıra sayları sadə olmur. Çünki leksik şəkilçi vasitəsilə düzəlir. 1-ci, 5-ci və yaxud da 15-ci. Yəni düzəltmə və mürəkkəb olur. Sadə olmur. Deməli B variantı 1-ə aiddir sırf. 1-ə B olmalıdır. O da D-də 1-də B deyil. Cavab avtomatik oldu. Y variantı. 1-ə B, 2-yə A və D. Çünki sayların hər biri cümlədə əsasən, yəni daha çox təyin olur.
Roma rəqəmləri ilə yazıla bilər. Bu sıra saylarıdır. Məsələn, deyirəm ki, belə yazıram. Bu nə deməkdir? 5-ci deməkdir də. Öncü deməkdir. Başqa nitq hissələrindən düzələni də var. Bəli, məsələn, filanıncı, sonuncu bu sıra saylarına aiddir. Deməli, C və D də bura, daha doğrusu C və Y də bura aiddir. Cavab oldu Y variantı. 17-ci testə baxırıq. Verilmiş nümunələrə hansı numerativ söz artırıla bilməz? Gəlin baxaq. 2 gilə üzüm Y variantı uyğun oldu. 3 daş deyir. 3 maşın daş C variantı uyğun olmuş oldu. 1 şələ odun B variantı aid olmuş oldu. Əskərdirsə şəxsdir. 10 nəfər əskər A variantı aid oldu. D variantı aid olduğu olmadı. Ona görə də cavab D'dir. 18-ci testə baxırıq. Hansı sıra sayı deyil? A variantı sıra sayıdır. 10-cu, 3-cü, 5-dən sonra nöqtə qoyulub 5-ci, 100-cü. Amma birincilik sözü isimdir. Lik leksik şəkilçisi bunu isim elədi. Ona görə bu heç say deyil. Cavab olacaq B variantı. Bircə dəqiqə bunu yaxşı yazaq. Aha. 19-cu testə baxırıq. Saylardan biri cəm ismə aid ola bilər. 20-ci testdə deyilir, sifət isimləşərkən itirmir, dərəcələrini itirmir. İndi mən itirmədiyini tapmalıyım. Morfoloji aidliyini itirmir. Sifət isimləşərkən isim olmur. Yenə də sifət olmuş olur. Yəni 1 olmalıdır cavabımızda. C-də 1 yoxdur, D-də 1 yoxdur, Y-də 1 yoxdur. Bunlar çıxdı. Suallarını itirir. Əksinə ismin suallarını qəbul edir. Ona görə 2 də çıxır. Cavab oldu A variantı 1 və 5. Quruluşunu itirmir. Çünki quruluşca nədirsə o olaraq da qalır. Daha sonra 21-ci testə baxırıq. Hansı xüsusiyyət isim və sifətin hər ikisinə aid deyil deyir bizdən. Əşya ilə bağlı olur. Sifət də əşyaya aiddir. İsim də əşyadır da. Ona görə A variantı çıxdı. Leksik mənaları olur. Əsas nitq hissəsidir deyə onsuz da leksik mənaları var. Əsas nitq hissəsidir deyə onsuz da sualları var. Əsas nitq hissəsidir deyə onsuz da cümlə üzvü olur. Cavabınız avtomatik oldu. Y variantı. Ümumiyyətlə isim ayrı yazılmır. Ayrı yazılanlar mürəkkəb adlardır. Mürəkkəb isimlər deyil. Bunu qarışdırmayın. İsimlər ayrı yazılmır. Cavab ona görə də Y-dir. Hansı saylara şəkilçi düzgün artırılmayıb deyir bizdən. Burada 20-sində yox, 20-də yazılmalıydı. Yəni 1-i götürməliyik. B-də, C-də 1 yoxdur deyə bunlar çıxır. Bu düzgün yazılıb. 2-ləri çıxıram. A variantı çıxdı. 3 səhv yazılıb. Çünki Rum rəqəmlərinin dalıca C, C, C yazılmaz. 3-ü də götürəcəyimə görə cavab Y-dir. D variantı da çıxdı. 6-ya da baxaq. 7 inci yox, 7C yazılmalıydı. 5 düzgün yazılıb. 4 də düzgün yazılıb. Açıq tipli test suallarına baxırıq. Hansı cümlələrdə ismin yazılışında səhvə yol verilib deyir. Mən baxıram ki, burada 2 hecalı isimlərdən söhbət gedib. Bir hərfdən ibarət olan heca sətrin sonunda və ya əvvəlində tək işlənməz. Burada sətrin yox, sətrin olmalıydı. Yəni bu söz alınma mənşəli sözdür. Həm hal, həm mənsubiyyət şəkilçisi artırılanda bu sözün kökündəki sonuncu i düşürdü. Ona görə 1-i mütləq götürməliyəm. Daha sonra məndən ötdü, sənə dəydi, səndən ötdü, mənə dəydi. Məndən nə istəyir? İsmin yazılışında. Burada isə əvəzliyin yazılışıdır. Ona görə mən bu 2 ilə işim yoxdur. Ağlın gücü qolun gücünə qalib gələr. Ağıl sözü biz bilirik ki, milli sözlərimizin əslində alımı olsa da, əql sözündən gəlsə də, milli sözlərimizin içərisində yer alıb və milli sözlər yalnız mənsubiyyət şəkilçisi qəbul edəndə söz kökündəki sonuncu saytını itirir. Amma bu mənsubiyyət yox, hal şəkilçisi qəbul edib. Yəli yal, bu yəli idi, budur mənsubiyyət. Deməli, burada I yazılmalıydı, 3-ü götürməliyəm. Mərdlər, mərd sözü səhv yazılıb, L ilə yazılmalıdır, amma mərd sözü sifətdir. Məndən ismi istəyir. Səhniyə çıxanda ayaqlarım əsirdi. Səhniyə yox, səhnəyə çıxanda ayaqlarım əsirdi. Tələffüsü səhniyə ola bilər, amma yazılışı səhnədir. Ona görə cavabınız olacaq 1, 3 və 5. Daha sonra 24-cü testə baxırıq. Adi azaltma, çoxaltma dərəcəsində olan sifətlərə aid olan cümlələri uyğun ardıcıllıqla düzün. Yəni birinci adi, sonra azaltma, sonra çoxaltma gəlsin. Asta yağış, asta sözü burada adi dərəcədədir. Birinci 3 gəlməlidir. Daha sonra azaltma dərəcəsi alababat gördüyünüz kimi.
Sonra 2 gəlməlidir. Şaxtadan donmuş balaca sözü çoxaltmadır. 3, 2, 1 olmuş olacaq cavablarda. Daha sonra baxaq görək, bizim testlərimiz bu qədər. Ümidvaram ki, bu testlərdən bir çox şeylər öyrənmiş oldunuz. Videonu bəyənməyi və şərh bildirməyi unutmayın. Sağ olun, salamat qalın. Növbəti video dərslərdə görüşmək üzrə.